Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycanın 4000 itkin düşmüş şəxs ilə bağlı çağırış edilib. APA xəbər verir ki, BMT-nin 80-ci sessiyası çərçivəsində Azərbaycanın Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər cavabların axtarışının genişləndirilməsi mövzusunda yüksək səviyyəli görüşdə iştirak edib. Nazir müavini bəyanatında Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyinə diqqət çəkərək həqiqət və ədalətin təmin olunması üçün beynəlxalq səylərin artırılmasına çağırıb. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Azərbaycan Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov İslam Əməkdaşlıq Təşkilatının Cammu və Kəşmir üzrə əlaqə qrupunun iclasında iştirak edib. Azərbaycan BMT-də Cammu və Kəşmirlə bağlı münaqişənin sülh yolu ilə həllinə dəstəyini növbəti dəfə ifadə edib. Elnur Məmmədov bəyanatında münaqişənin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə Azərbaycanın ardıcıl dəstəyini ifadə edib.